Əhəd bəy, İranın Azərbaycana hücumları davam edərsə və yenidən yeni hücumlar baş tutarsa, bu halda Azərbaycanın İrana cavabı necə olmalıdır sizcə? Bilirsiniz, mənim fikrimcə biz Türkiyə ilə unison bu məsələdə hərəkət etməliyik. Yəni Türkiyənin davranışlarına baxıb ona uyğun olaraq nəzarətləşər. Təbii ki, Azərbaycan öz dövlət mənafeyini qorumalıdır, o şübhəsiz. Amma reallığa uyğun olaraq, soyuqqanlı, yəni dövlət təfəkkürü ilə ona uyğun olaraq hərəkət etməliyik. Yəni Türkiyəsiz Azərbaycan zaten İranla Azərbaycan eyni çəkili ölkələr deyil. Yəni İran Ermənistan deyil. İran ən az Azərbaycandan 10 dəfə böyük ölkədir. Təbii Azərbaycan tək başına İranla güləşməyə başlasa bu Azərbaycan üçün dezavantaj olar. Amma Türkiyə ilə zaten Şuşa deklarasiyası və Türkiyə ilə bir yerdə hərəkət edəcək. Təbii ki, İran da buna öz payını alar. Yəni ki, və zaten İran təqzib edib ki, biz bunu atmamışıq bu raketi. Əgər adamlar dillərini biz eləməmişiksə, təbii ki, biz də buna uyğun olaraq hərəlik soyuqqanlılığını qorumalıyıq. Amma müdafiə potensialımızı da Türkiyə ilə bir yerdə gücləndirməliyik. Yəni biz İrana adekvat eyni dərəcədə cavab verməməliyik. Çünki bəzi ölkələr var ki, Azərbaycanın bu münaqişəyə qoşulmasını istəyir və bunda maraqlıdır. O aydın məsələ əlbəttə ki, yəni özləri quru qoşunlar göndərmir, amma ət axtarırlar, ət də yenə müsəlmanlar arasında axtarırlar. Kürdlər istədilər, Kürdlər belə buna getmədi. İndi Azərbaycan istəyir. Təbii ki, Azərbaycan İsrail və Amerika maraqlarına görə İranla müharibədə ət olmamalı.